Uşaqlarda diqqət pozuntusu riskini süni intellekt aşkarlayacaq. Süni intellektə əsaslanan yeni alət uşaqlarda diqqət çatışmazlığı və hiperaktivlik sindromunu rəsmi diaqnozdan əvvəl proqnozlaşdırmağa imkan verir. Amerika Birləşmiş Ştatında aparılan araşdırmaya görə sistem uşaqların elektron tibbi qeydlərini analiz edərək erkən mərhələdə risk əlamətlərini müəyyənləşdirir. Tədqiqatçılar 140 mindən çox uşağın məlumatlarını təhlil edərək modelə doğumdan erkən uşaqlıq dövrünə qədər olan göstəriciləri öyrədib. Nəticə süni intellekt davranış, inkişaf və klinik faktorların kombinasiyasını tanıyaraq gələcəkdə diqqət çatışmazlığı və hiperaktivlik sindromunu diaqnozu qoyula biləcək uşaqları yüksək dəqiqliklə müəyyən edib. Mütəxəssislər bildirib ki, erkən aşkarlanma uşaqların vaxtında dəstək almasına, təhsil və sosial nəticələrin yaxşılaşmasına şərait yaradır. Bununla belə alimlər vurğulayıb ki, bu texnologiya həkimləri əvəz eləmir. Yalnız onların işini asanlaşdıraraq risk qrupunda olan uşaqları daha tez müəyyən etməyə kömək edir.